Bismillahirrahmanirrahim. İnnelhamdülillah nahmeduhu ve nesta'inuhu ve nestağfiruh. Ve na'udzu billahi min şururi enfusina ve min seyyiati a'malina. Men yehdihillahu fela mudille leh ve men yudlil fela hadiye leh. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve eşhedü enne Muhammeden abduhu ve rasuluhu. Amma ba'd. Allah Teala Kur'an-ı Kerim'de buyurur ki biz hiçbir kavmi, tayfanı onlara haberdar eden elçi göndermeden onları məhv eləmədik. Onlara əzab gəlmədi. Siz bilirsiniz ki bundan qabağa tayfalar olub, qəbilələr olub. Allah Teala onların başına daş yağdırıb, od yağdırıb. Elə tayfalar olub, onları tufan, yerdən sular çıxıb və göydən yağış yağıb, tufan olub. Və onlar hamısı tufanda qərq olub. Və elə tayfalar olub ki, Allah Teala onları çox güclü səslə həlak eləyib. Elə bir şiddətli səs gəlib ki, onlar heç yerindən tərpənə bilməyiblər. Olduqları yerdə canları çıxıb. Fikir və səbəblər nədir? Səbəblər Allahın göndərdiyi peyğəmbərlərə inanmadıqlarına görə. Allah Teala'nın əmrlərinə tabe olmadıqlarına görə. Məsələn, elə tayfalar olub ki, onlar çəkidə və ölçüdə aldadıblar. Yəni, nəsə satdıqları zaman 1 kiloluq malı çəkib ediblər 800 gram. Və satdıqları zaman da 1 kilo miqdarında satıblar. Və ölçdükləri zaman parçanı 5 metr parça ölçdükləri zaman oradan qısaltıblar. İnsanları aldatıblar. 1 metrdə hərəsində 10 santıdan kəsiblər. Və beləcə 5 metrlik parçada 40 santı, 50 santı insanlar aldadıblar. Və Allah-u Teala onlar üçün peyğəmbər göndərib və deyib ki, çəkidə və ölçüdə aldatmayın. Və yaxşılığı əmr edən peyğəmbərlər göndərib. Onlar tabi olmadıqlarına görə Allah-u Teala onlar üçün bəla, müsibət göndərib. Öz peyğəmbərlərini oradan çıxardıb, həmənki kənddən, həmənki qəbilənin içərisindən çıxarıb və Allah-u Teala onlara Allahın əzabını göndərib. Və gəldik bizim peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləmin vaxtına. Baxın, peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləm gəlməmişdən öncə peyğəmbərimiz hara göndərilib? Məkkəyə göndərilib. Məkkədə Allahın evi var, Beytullah. Kəbənin olduğu yerdir və həmən ki Kəbənin ətrafında da Qureyş adındakı qəbilə məskunlaşmışdı. Və həmən ki Kəbədə o vaxtından ta Peyğəmbər sallallahu aleyhi və səlləm gəlməmişdən öncə ora bütlərlə dolu olub. Və deyilir ki 360 büt var idi. Büt nə idi? İnsanlar öz əlləri ilə ağacdan bir şey düzəltirdilər və ona ibadət edirdilər. Ondan istəyirdilər. Ağacdan bir insan figürü düzəltirdilər. Həmən ki qayadan, daşdan, ağacdan insan figürü düzəldirdilər və ondan istəyirdilər. Və bütlərə adlar qoymuşdular. Lat, Manat, Uzza və bunun kimi digər adlar var idi. Və hər bir xeyri bir bütdən olduğuna inanırdılar. Ruzi verənin filan büt, qoruyan filan büt, yağış yağdıran filan bütdür. Fikir ver, Allahı qoyub da Allahdan başqasına ibadət edirlər. Biz də keçən mövzularda götürdük ki, Allah-u Teala'nın ən sevmədiyi, ən bağışlamadığı günah Allah'a şirk qoşmaq idi. Allah'a şirk qoşmaq idi. Yəni Allah'a aid olan bir şeyi başqasına yönəltməkdir. Qorumaqdır, ruzi verməkdir, evlad verməkdir. Kimə aid olan bir şeydir?
Allah'a. Bunu Allah'tan başqasına yönəltmək Allahın ən sevmədiyi bir şeydir. Və bununla yanaşı o vaxtında Məkkədəkilər, yəni Qureyş cəmaatı və digər insanlar təkcə bütə ibadət etməklə kifayətlənmirdilər. Onlar nə edirdilər? Güclüləri zəiflərinin əlində olan malı çıxarırdılar. Fikir verin. Güclü insanlar zəif insanların əlində olan malları çıxarırdılar. Güclü insanlar digər zəif insanları işlətirdilər fəhlə kimi. Və sonra onların pulunu vermirdilər. Halbuki bizim dinimiz deyir ki, işçinin haqqını təri quruyana qədər verin. Təkcə bundan kifayətlənmirdilər. Yol kəsirdilər. Səhranın ortasından karvanlar gedəndə yolu kəsirdilər və karvandakı insanları öldürürdülər, onların mallarını, onların dəvələrini, yüklərini, bütün pullarını, hər bir şeylərini əllərindən alırdı. Fikir ver, yol kəsmək. Ondan sonra əgər evlad olarsa, bir ailənin birinci evladı qız uşağı olardısa, o zaman onların üzü qaralardı. İstəməzdilər bunu. Utanardılar. Elə bilərdilər ki, qız evladı pisdir. Onlara pislik gətirəcəkdir. Şərdir. Və nə edərdilər? O evlad, o qız uşağı müəyyən bir neçə yaş böyüdükdən sonra aparardılar onu səhraya. Quyu qazardılar və diri-diri onu bastırardılar. Subhanallah. Baxın, İslam gəldi, qız uşaqlarını izzətləndirdi. Fikir ver. Və insanlar bir yerdə yaşayırdılarsa, yəni səhrada, yəni ümumi olaraq insanların yaşaması üçün, bir yerdə məskunlaşması üçün su mütləqdir. Əgər bir yerdə su varsa, demək insanlar orada məskunlaşacaqlar. Çünki su həyatdır. Su ilə insanlar içirlər, qidalanırlar və həmçinin yeməklərini bişirirlər, təmizlənirlər və həmçinin su olan yerdə ağaclar bitir, bitkilər olur və digər heyvanlar orada saxlamaq olur. Demək, su nədir? Su həyatdır. Və insanlar su olan yerdə məskunlaşırdılar. Və başqa güclü bir qəbilə gələrdi və orada su var deyə oradakı insanları, o su ətrafında yaşayan insanları qətl edərdilər, öldürərdilər, onları yaşadıkları yerdən sürgün edərdilər və onların evlərində, onların yaşadıkları, məskunlaşdıkları yerdə məskunlaşardılar. Nə üçün? Gücləri olduğuna görə. Fikir, belə bir zaman var idi. Yəni, əmin-amanlıq yox idi. İnsan hərəsə bir yerə səfərə getdiyi zaman, ticarətə getdiyi zaman sağ qayıtacağını bilmirdi. Fikirləşir ki, yolda qabağını kəsəcəklər, əllərində olan malı götürəcəklər, özünü də öldürəcəklər və onun ailəsi, evladları yetim qalacaq. Fikir ver. O cür pis bir zamanda insanların nəyə ehtiyacı var idi? Düzgün bir yol göstərən insana, Allahın onlara haqqı göstərmələrinə ehtiyacı var idi. Adi bir söhbəti, cüzi bir problemin üzərində qəbilələr qalxardılar və bir-birləri ilə dava edərdilər. Yenə onlarla, yüzlərlə uşaq yetim qalardı. Ailə başsız qalardı. İnsanlar şikəst qalardılar. Fikir verin. Yəni, cüzi, basit bir məsələ üzərində. Ona görə insanlar həqiqətən cəhənnəmdən olan bir quyun yaxınlığında idilər. Allah-u Teala'nın rəhməti ilə Allah-u Teala insanlara, bizə, bu ümmətə peyğəmbər göndərdi. İnsanlara haqqı çatdırmaq üçün, düzgünü çatdırmaq üçün, ən yaxşısı, ən gözəl şeyin olduğunu onu bildirmək üçün. Və Allah-u Teala'nın da bizim üçün seçdiyi peyğəmbər Muhammed sallallahu aleyhi və səlləmdir. Muhammed peyğəmbər sallallahu həyatına baxsaq, görərik ki, bütün başdan ayağa bir mədrəsədir. Bir həyat mədrəsəsidir. Peyğəmbərimiz dünyaya gəldiyi zaman yetim dünyaya gəlib. Dünyaya gəldiyi zaman atası yox idi. Peyğəmbərimiz. Atası ölmüşdü. Hələ ana qarnında, ana bətnində olduğu zaman Peyğəmbərimizin atası dünyasını dəyişmişdi. Atasını görməmişdi heç vaxt.
Peyğəmbərimizi babası böyütmüşdü. Fikir verin. Babası böyütmüşdü. Sonra 6 yaşına çatandan sonra Peyğəmbərimizin anası da dünyasını dəyişdi. Peyğəmbərimiz həm anasız və həm də atasız qaldı. Və sonra babası dünyasını dəyişdi. Sonra onu əmisi götürdü, baxdı. Əbu Talib adında Peyğəmbər s.ə.v əmisi götürüb Peyğəmbərimizə baxdı. Hələ uşaq yaşlarından başladı bizim Peyğəmbərimiz qoyun otarmağa, çobanlıq eləməyə, əmisinə ev işlərində kömək eləməyə. Əmisi onu çox istəyirdi. Çox tərbiyəli, çox gözəl və Allah-u Teala'nın tərbiyə etdiyi bir evlad idi. Fikir ver, birbaşa Allah-u Teala ona peyğəmbərlik vermədi. Peyğəmbərimiz s.ə.v uşaqlığına baxsaq, həyatına baxsaq, görərik ki, Allah-u Teala onu uzun bir müddət, 40 yaşında peyğəmbərlik verib. 40 yaşına qədər Allah-u Teala Muhammed sallallahu aleyhi və səlləmi əxlaqla, tərbiyə ilə kamil bir şəkildə çatdırıb. Məkkə elə bir yerdir ki, Məkkədə hava çox isti olur. Peyğəmbərimiz dünyaya gəldikdən sonra Məkkə cəmaatı, Məkkə əhli, Qureyş əhlinin adəti o idi ki, orada dünyaya gələn uşaqları çox isti olduğuna görə və ora çoxlu ziyarətçilər gəldiyinə görə orada xəstəliklər də çox olurdu. Orada dünyaya gələn uşaqları başqa bir şəhərə göndərirdilər, süd anasına. Yəni orada süd anası uşağa süd versin deyənə ora göndərirdilər. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləmi də süd anası olub Taifdən. Fikir verin, Taiflə Məkkə arası təxminən 80-100 kilometr arasıdır. Təxminən 80-100 kilometr arasıdır. Və oradan qadınlar gəlirdilər ərləri ilə Məkkəyə. Məkkədə uşaqları götürürdülər. Məkkədən uşaqları götürürdülər pul miqdarında. Yəni 6 ay onlara süd verirdilər və 2 ilə qədər onlara süd verirdilər. 6 aydan bir gətirirdilər valideynlərinə, göstərirdilər, təzəldən aparırdılar. Deməli, bu müddətdə süd uşağı götürməyə gəldikləri zaman deməli, Həlimə anamızın dəvəsi çox zəif olur. Və yolda bütün dəvələrdən geri qalır. Taifdən gəlirlər Məkkəyə süd uşağı götürmək üçün. Bütün dəvələrdən geri qalır. Çünki zəif idi. Və o süd anaları da gəlirlər Məkkəyə, hamısı imkanlı ailələrin uşaqlarını götürürlər və ən axırda da qalır Muhammed. Yetim Muhammed qalır, yetim. Heç kim onu götürmək istəmir. Çünki yetimdir deyənə, pulu yoxdur, pul verməyəcəklər deyənə və ən axırda da Həlimə anamız qalır və bir də yetim Muhammed qalır. Və Həlimə anamız da geri boş qayıtmamaq üçün bu yetim uşağı Muhammedi götürür. Bilmir ki, bu uşaqda bərəkət var. Bilmir, bu uşaq gələcəyin peyğəmbəri olacaqdır. Bilmir, götürür. Və götürür, yolda gələndə o birinci gələn qadına uşaqları götürüb, uca yola çıxıblar. Həlimə anamız ən geridə qalıb. Fikir verin. Muhammedi götürdükdən sonra Subhanallah, dəvəsi güclənir. O ki, o dəvənin üzərinə Muhammed, balaca yetim Muhammed minir, dəvə güclənir. Başlayır ən sürətli dəvə olmağa. Yoldakı bütün özündən qabaqda gedən dəvələri hamısını keçir. Fikir ver, uşağın bərəkətinə bax. Və gəlir Taifə. Taifə çatdıqdan sonra Həlimə anamızın sütü az olur. Muhammedi götürdükdən sonra ananın sütü artır. Muhammed də doyur, Muhammedin süt bacısı da doyur. Elhamdülillah, Allah Teala bərəkət verir. Və sonra bunların qoyunları, malları olur. Və mallar da hər dəfə çıxdıqları zaman, geri qayıtdıqları zaman yarı ac, yarı tox qaytardı
və südləri də çox olmazdı. O vaxtında insanlar, indi də insanlar, yəni malı göndərirlər, yəni örüşə, otluğa göndərirlər. Geri qayıtdığı zaman onu sağırlar, onun südündən yeyirlər, pendir düzəldirlər və digər məhsullar düzəldib ondan qidalanırlar. Və malların da südü az olanda bunlara çatmır axı. Amma Muhammed gəldikdən sonra subhanallah, mal-qaranın südü də çoxalır. Evə bərəkət gəlir. Onlar bilirlər ki, bu uşaqda nəsə var. Bu uşaqda bərəkət var. Bilmirlər, gələcəyən Peyğəmbər. Heç nə, 6 ay bitir, uşağı aparırlar, anasına göstərirlər və tezəldən gətirirlər. Və normalda 2 il anada qalır uşaq. Süd anasında 2 il, ana 6 ayda mı gətirir uşağı anasına göstərir, öz doğma anasına və geri aparır. 2 il bitir. 2 il bitdikdən sonra Həlimə anamız Peyğəmbər Muhammeddəki bərəkəti görür və uşağı vermək istəmir. Və icazə alır, əlavə Muhammədi saxlamaq üçün icazə istəyir valideynlərindən. Və icazə verirlər. Və icazə verirlər. Çox qəribə bir hadisə baş verir. Bu müddətdə Taifdə olduğu zaman Peyğəmbərimiz uşaqlarla oynadığı zaman bir vaxtı uşaqlar qaça-qaça gəlirlər və deyirlər ki, süd anası Həliməyə Muhammed mət, Muhammed mət. Muhammed öldü, Muhammed öldü. Uşaqlar anası dəhşətə gəlir. Çünki əmanətdir, başqasının uşağı da özü baxır. Və gəlir, görür Peyğəmbər, yəni hələ Peyğəmbər deyil, Muhammed, balaca uşaq, rəngi qaçıb və halsız bir halda və nə baş verir orada? Cəbrail əleyhissalam gəlir, Peyğəmbər sallallahu aleyhi və səlləmin sinəsini yarır, qəlbini çıxardır və o qəlbin içindəki pis qanı zəmzəm suyu ilə yuyur və təzəldən qəlbini Peyğəmbər sallallahu aleyhi və səlləmin sinəsinə yerləşdirir və sonra Allahın izni ilə örtür. Və bunu da ətrafdakı uşaqlar hiss edirlər, görürlər. Allahu aləm. Fikir verin, Peyğəmbərimiz balaca vaxtındaykən nə baş verir? Hələ bu onun Peyğəmbərliyinin, gələcəkdə Peyğəmbər olmasının elə başdan birinci nələrindəndir? Əlamətlərindəndir. Sonra bundan sonra bəzi hallar baş verir. Bəzi hallar baş verir. Deməli, Peyğəmbər sallallahu aleyhi və səlləm hələ uşaq ikən Allah-u Teala onu Peyğəmbərlik üçün hazırlayırmış. Və sonra bu hadisədən sonra Peyğəmbər s.ə.v-in süd anası qorxur və uşağı öz anasına, həqiqi anasına qaytarmaq qərarına gəlir. Və beləcə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm anasına qayıtır. Və bundan sonra bəzi hadisələr baş verir. İnşallah bunu da gələn mövzularda götürərik. Alta eşləyib faydalanmaq nəsib etsin. Subhanəkəllahumma və bihamdik. Nəşhədu ən la ilə ənt, nəstəğfiruka və nətubu iləyik.